Bismillahirrahmanirrahim. Kavlullah Teala ثُمَّ أَوْرَثْنَا الْكِتَابَ الَّذ۪ينَ اصْطَفَيْنَا مِنْ عِبَادِنَا. Ve sonra biz kullarımızdan seçip ucalttığımız, yüksekliklere kaldırdığımız keslere o kitabı varis ettik. فَمِنْهُمْ ظَالِمٌ لِنَفْسِهِ. Ve üç kısme bölür onları Hak Teala Subhane. Birinci kısım kimdi? Onlar arasında nefsine zulmetmiş kesler. Yani benim gibi. ظَالِمُ لِنَفْسِهِ. فَمِنْهُمْ ظَالِمٌ لِنَفْسِهِ وَمِنْهُمْ مُقْتَصِدٌ. Ve onlar arasında eleste var ki muktasid, yani yalnız vacip olanlarla kifayetlenir. وَمِنْهُمْ سَابِقٌ بِالْخَيْرَاتِ بِإِذْنِ اللّٰهِ. Ve onlar arasında eller var ki bütün hayır emellerde yarışarlar. ذَٰلِكَ وَالْفَضْلُ الْكَبِيرُ. Hakikaten en büyük lütuf, zafer, ele odur. Allah Azze ve Celle buyurur ki ثُمَّ أَوْرَثْنَا الْكِتَابَ الَّذ۪ينَ اصْطَفَيْنَا مِنْ عِبَادِنَا. Ve sonra biz kullarımızdan seçip ucalttığımız istafa, Mustafa kelimesi var. Onlara kitabı varis ettik. يُقَالُ لِصَاحِبِ الْقُرْآنِ. Kur'an'ın dostuna sahip. Kur'an'ın yoldaşına sahip. Kur'an'ı taşıyana sahibi Kur'an. يُقَالُ لَهُ يَوْمَ الْقِيَامَةِ. Kıyamet günü deyler. اِقْرَأْ وَارْقَ وَارْتَقِ. Oku kema kunte turattil fid dünya. Dünyadayken nece tertil ile okuyordunsa o şekilde de oku. Fe inne menzileteke fi ahir ayetin taqra'uha. Senin cennetten elde edebileceğin sonuncu makam en ahırıncı bize tevfil verdiğin, okuduğun ayette dayanacak. Bu da kimdi? Sahibi Kur'an. Kur'an hafızıdır. Ve Kur'an hafızı dünyada nece okuyurdu? İkra ve rattil. Kemme kunte turattil fid dünya. Oku ve tertil ile. Dünyada nece tertil elirdin sen. Ve dünyada asla tertil eleyen Elhamdülillahillezî halakas semâvâti vel arda ve cealez zulümâti ven nur. ثُمَّ الَّذ۪ينَ كَفَرُوا بِرَبِّهِمْ يَعْدِلُونَ. Bu misal nedir? Tecvidle. Bu şekilde Kur'an'ı mücevveden, güzel tertille, tecvidle, yani tertil eleyen, okuyan, ezber danışan, bu şekilde de okuyacak. Bu şekilde okudukça da ne inecek? Ayağın altında bir şey onu hündür megamlara, cennetin zirvelerine kaldıracak. Eğer dünyadayken tez okuyordumsa Elhamdülillahi fâtiris semâvâti vel ardı câ'ilil melâiketi rusula câ'ilil melâiketi rusulen uli ecnihatin mesnâ ve thulâse ve rubâ' yezîdu fil halqi mâ yeşâ' innallâhe alâ kulli şeyin kadîr. Eğer tez okurduysan kıyamet günü ele okuyacaksın. Dünyada nece okuyordun? Bazıları da hedren okuyor. Elhamdülillahillezî enzele alâ abdihil kitâbe ve lem yec'al lehu ivaca qayyimen liyunzira ba'sen şedîden min ledunhu ve beşşirel mu'minînellezîne ya'melûne sâlihâti enne lehum ecren hasene. Bazıları böyle okuyor. Ve dünyada nece okuyordunsa indi de hele okuyacaksın. Ona göre çalış, Kur'an-ı Kerim'i en mükemmel şekilde oku dünyada. Ezber danışanda en mükemmel şekilde ezber hazırla. Tertil elinde en güzel şekilde tertil ele, çünkü onun karşılığı var. Kıyamet günü yuqalu li sahibil Kur'an, Kur'an taşıyıcısına, ister Kur'an'ın hamısı, ister yarısı, ister 1/3, isterse Zehravan, El-Bakarata ve Ali İmran. Bunların ikisi şefaatçi olarak bahsediyor, bilirsen onu. Ebu Bakır ve Ömer'e bu iki surenin tamamlayanında kurban kesmişler, ziyafet vermişler.
rivayetlere göre. Ve necə də verilməsin ziyafət. Çünki böyük bir zəfərdir. Kim zəhramanı toplayarsa köksündə, əməl eləyərsə, yəni Əl-Bəqarətə və Əl-İmran, ikisinin adına zəhraman deyilir. Qiyamət günü onlar gələcəkdilər. Qəyamətən, 2 dənə qapqara bulut kimi. Buludun içi quşlarla doludur sanki. Sanki buludun içində çoxlu quşlar var, qanat çırpır. Biri Əl-Bəqara surəsidir, o şəkildə gələcək qiyamət günü. Biri Əl-İmran. Və danışacaq bu 2 qəyamətən, 2 bulud. Kimlə? Sahibi ilə. Onları nitq eləyən Rahmanur Rahim, danışan olan Rahman Rahimlə. Deyəcəklər, ey Rabbimiz, bu bəndə, bu qul bizi əzbərlədi və əməl elədi. İcazə ver onu qapaq, sıratın o bursu tərəfinə aparaq, yəni cənnətə. Bu Əl-Bəqara, Əli-İmran surəsi. O ki, qaldı Qur'anın yarısı, 3də 1-i, Qur'anın hamısı. Heç birisi ona nə deyilir? Sahib-ül Qur'an. Sahib sözü mənası dostdur. İz yəqulu li sahibihi la təhzən. Ət-Tövbə surəsində Allah Azze və Cəllə buyurur ki, o zaman ki Peyğəmbər öz dostuna dedi, yəni Əbu Bakr'a, la təhzən. Hüzünlənmə. İnnəllâhe ma'ana. Allah bizlədir. Hədis şərifdə də fi sahiheyn mə zannukum bithneyni Allahu thalithuhuma. Sən nə güman edirsən 2 nəfərin başında 3-cüsü Allah'tır. Bizi darda mı qoyacaq? La təhzən, qorxma. Nəyə görə qorxurdu? Peyğəmbər sallallahu aleyhi ve sellem onu tutsalar onunla da hər şey bitdi. Qayıtdı mətləbə. Buna deyirlər sahib. Sahib nə deməkdir? Dost. Yuqalu li sahibil Qur'an. Yaxşı, mən sual verirəm. Bu balaca uşaqlara, dostlarımıza sual verək. Sizin həyatda dostunuz var. Şək yoxdur ki, siz onlarla gündəlik yazışırsınız, elə deyilmi? Niyə görə? Çünki qəlbiniz onlara çox bağlıdır. Onları çox möhkəm sevirsiniz. Gündə yazışırsınız və gündə onlarla zəqləşirsiniz. Və ən azı gündə 1 dəfə görüşürsünüz, elə deyilmi? Çünki onlara bağlısınız. Ərəb dilində məhz buna deyirlər dost, sahib. Qur'anı gündə təkrarlamayan, gündə oxumayan insana qiyamət günü hansı ixtiyarla sahibil Qur'an deyilsin? Həftələrlə Qur'anı açmayan sahibil Qur'an ola bilər. 1 aydan bir Qur'anın üzünə baxan sahibil Qur'an ola bilər. Ona ki, ulema nə deyir? Deyir ki, sahibil Qur'an, Qur'anı gündə, hər gün oxuyandır. Hər gün əzbər çıxandır. Əzbərini hər gün alıb təhvil verəndir. Sahibil Qur'an. Məkkə imamlarından soruşurlar müasirlərdən. Qur'anı qorumağın yolu sirri nədir? Bizə də öyrətin. Yəni siz bizə namaz qıldırırsınız, təravih, təhəccüd, bütün Qur'anı maşallah heç qımırdamırsınız. Necə olur o? Deyir, bütün alimlər bizə öyrətdi və bütün qurralardan öyrəndik və bundan qabaqçılardan hamısından eyni şey eşitdik. Əl-muahədə, əl-muahədə, əl-muahədə. Qur'anla dostluq, Qur'anla dostluq, Qur'anla dostluq. Yəni ona bağlı olmaq gündəlik. Gündə əzbər alacaqsın. Gündə əzbər təhvil verəcəksən. Gündə əzbər təhvil verəcəksən. Bir çoxlarının bəyənmədiyi o çox dəyərli şeyx, Kabənin imamı Abdurrahman Siddeys gündə 500 əzbər danışır hər gün. Ramazan ayında 10 cüz əzbər danışır. Su surəti ilə. O qədər mütəməkkindir. Və bu ilə bərabər onun o qədər işi, peşəsi və gücü var. Həm 2 haramın sədridir. Məsəl-i Harameyn, Məkkə və Mədinə. Həm 2 haramın imam və xatibidir, xütbə verəndir. Həm din nazirliyində dini görevlərin ən böyük vəzifələri yüklənmiş görevli insanlardan biridir. Həm müstəşardır, həm məsləhətçidir. Həm Məscid-i Haramın və Məkkə və Mədinənin şuunul Harameyn deyirlər. Bütün işlərinə baxır. İqtisadi, ictimai, nə bilim, sosial, hər şeyinə baxır. Bu ilə bərabər insan sahib-ül Qur'an gündə 500 əzbər danışır. Ramazanda 10 cüz. Təsəvvür eləyin. Sahib-ül Qur'an nədir? El-muahədə bil-Qur'an. Yuqal li sahib-ül Qur'an, qiyamət günü Qur'anın sahibinə deyiləcək. Nədir? İqra, oxu. İqra, vərtəqi. İqra, vərəqqa, vərtəqi. Oxu və oxuduğunla
Deyəcəklər, ucal, irtiqa, göyə qalx. وَرَتِّلْ كَمَا كُنْتَ تُرَتِّلْ فِي الدُّنْيَا Və tərtil elə necə dünyada tərtil edirdin. فَإِنَّ مَنْزِلَتَكَ فِي آخِرِ آيَةٍ تَقْرَؤُهَا Sənin, yəni cənnətdən ala biləcəyin məqamın, çata biləcəyin məqamın. Çünki cənnət 100 dərəcədir. 8 qapıdır, amma 100 dərəcədir. Quran sahibi, Quranla dostluq edənlər 100 dərəcəsinin 100-dən çatacaq. Yəni, insan deyə bilər ki, mənə nəsib olmadı əzbərləmək. Əzbərləyə bilmədim. Yəni, nə qədər caba göstərdim, çalışdım, həyatda mənə nəsib olmadı. Və həyatdan əzbər almadan getdim. Mən sahibli Quran əhlindən sayılmıram. Sahibli Quran ola bilmərəm. Əl-Cavab ulema deyir ki, sən də sahibli Quransan. Əgər əzbər də olmasa, gündə üzündən oxuyanlardansansa. Əgər Qur'anı 30 gündən bir üzündən xatm edənlərsənsə, sən də sahibli Quran sayılırsan. Və zid və barik. Üzərini artır. Digər hədisimizi gətirək. Ələ innə lillahi əhlun. Həqiqətən Allah Teala'nın əhli vardır. Deyirlər, ya Resulullah, Allahın əhli necə ola bilər? Allah Teala'nın övladı yox, qızları yox, həyat yoldaşı yox, ailəsi yox. Onun əhli necə ola bilər? Deyir, əhlullahi və xassatuh. Allah'a məxsus bir əhil var. Allah'a məxsus bir əhil var. Hum əhlul Qur'an. Onlar Quran əhlidir. Əslində birinci növbədə burada gedir Huffaz Hafazatul Quran. Quranın hafizləri. Niyə görə? Çünki onlar Quran hafizliyi olmaz səbəbilə hər gün Quranı oxuyub təhvil verirlər. Hər gün Quranı oxuyub təhvil verirlər. Hər gün əzbər çıxırlar. Qurana möhkəm bağlıdırlar. Əməl edirsə, qadağan olan yerlərdən çəkinirsə, əmr olan yerlərlə kifayətlənirsə, o əhlul Qurandır. Həmçinin bu hədisə girir, ulema özü aydınlıq verir, müjdə verir ki, Quran əzbərləmək nəsib olmayıb da, amma gündə Quran oxuyanlar. Siz görmürsünüz, bəzi ağsaqqal qardaşlarımız var, məsciddə birinci safdadılar. Quran daima önündədir. Ha vaxt geçsə, 5 namazda Quran önündədir. Və nə inirlər? Baxarsan, görərsən, Quran hafizlər, bəzi Quran hafizlərindən daha çox onlar Qurana bağlıdırlar və Quran əhli adlanmağa daha haqlıdırlar. Quran hafizi 30 gündən bir Quranı çıxırsa, bu 3 gündən bir çıxır. İndi beləsi Quran əhli olmasın, bəs nə olsun? Ulema deyir ki, bəli, hədisin içərisində hafiz olmayanlar da daxildir. Quranı ona müahadə edən, hər gün oxuyan, hər gün tərtil eləyən, o da Quran əhlinə sayılır. Və burada bütün gənclərə, Allah xüsus cavan uşaqlara və yəni Qur'ana bağlılıq. Vallahi biz internet tanımırdıq, sosial şəbəkələr tanımırdıq. Nə xoşbəxt idik, nə gözəl o günlərə, heyf o günlərdən. Elhamdülillah alə kulli hal. Bizim əlimizdə bu smartfonlar, bu iPhone'lar, bu adları da belə gəlir, belə Android'lar, heç birləri yox idi. Bir dənə televizor var idi, ona da yaxın durmurduq, qorxurduq ondan. Orada da bütün günü konsert gedirdi. Və lazımsız filmlər. Ondan uzaq dururduq. Biz nə edirdik? Yadıma gəlir, mənim bir diplomatım var idi. İslama təzə gəlmişdim, onun içində çoxlu musiqi kasetləri var idi. 33 dənə kaset var idi. Kasetin də bir xüsusiyyəti var. Kasetin üzərine başqa şey yazmaq olur. Apardım onu, onda burada xeyriyyə cəmiyyətləri vardı. 33 kasetin 30'una da Quran yazdırdım. 33 qarini yazdırdım. Və subhanallah 30 il bundan qabaq təqribən siz inanmazsınız 33 kasetin 33'ünün hərdən bir gündə hamısını dinlerdim. Və mən doymurdum. İndi hansı birimiz Qur'anı dinləyir gündə bir cüz? Bəzilərimiz TikTok'da Qur'an gələndə tıqqıldayır. Heç yarım ayəti dinləyə bilmir. Qəlblər çürüyüb, qəlblər zəhərlənib. Osman İbn Affan bilsin nə deyir? Radiyallahu anhu. Ləv səlimət qulubuna ləmə şəbi'nə min kələm Rabbina. Qəlblərimiz sağlam qalsaydı, biz Rahmənin, Rabbimizin kəlamından heç vaxt doymazdıq. Amma qəlblər elə günə düşüb ki, artıq Quran dinlənmir. Subhanallah və 30 il bundan qabaqki qarilərin qirayətindəki olan bərəkət indiki qarilərin heç birində yoxdur. Fəvallahi həmin qarilərə mən tapdım YouTube'da, elhamdülillah. Onların heç birinin üz sürəti videosu yoxdur. Və həmin yazılar da 30 ilin yazılardır. Olduğu kim qalıb.
Hatta bildiğime göre onlar namazdan, teravih ve teheccüd namazlarından gizli yazılıb. Necə gizli yazılıb? Səudi Ərəbistanında, adətən həmçinin Küveytdə, həmçinin Emiratda. Yəni mikrofonun yanına mikrofon qoyulub yazmırlar. Əvvəllər 30 il bundan qabaq qari namazı qılanda həmin mikrofonlardan biri birbaşa cihazın özünə yazırdı. O heç bilmirdi ki, onun namazını yazırlar, çəkirlər və ona görə namazın içindəki olan ixlas, xuşu, namazdakı olan kövrəlmələr, ağlamalar, sızlamalar hamısı canlı olaraq oradadır. Və vallahi o qariləri indi də başladım dinləməyə. Gördüm ki, biz çox itki vermişik. Onlarda olan ixlas, onların qiraətində olan gözəllik, el-xuşu vel-huzunə. Soruşurlar Allah Resulü sallallahu aleyhi ve sellemdən ən gözəl Quran oxuyanlar kimlərdir? Əlaməti nədir? Deyir, o kəs ki, sən ondan Qur'anını dinləyəndə dərk edirsin ki, bu insan Allahdan qorxur. Qur'anın gözəl oxuma meyarı Allah Nəbisi sallallahu aleyhi ve sellemə görə budur. O kəsdir ki, onun qiraətini eşidəndə deyirsən ki, bu insan yaxşı Allah, Allahdan qorxur. Onun qiraətində bir hüzün, bir kövrəlmə, bir təsir eləmə var. Yazıda gəlir Minşavi, Sıddiq, Misirli, rahiməhullah. İndi elə qarilər yoxdur, indi elə qiraət yoxdur. Şeyx İbn Bazın yanına daxil olduğum birisi deyir, gördüm ki, Minşavini dinləyir. Ha vaxt daxil oldum, Minşavini dinləyir. Dedim, Şeyx, niyə görə məhz Minşavini dinləyirsən? Deyir ki, subhanallah, insan o qədər Qur'anı səhvsiz, mükəmməl və xuşu içində oxuyur və Minşavinin qiraətində fikir və bir əl-huzunə, bir həzinlik var, bir kövrəlmə var. Səs sanki ağlayır. O qədər gözəl oxuyur. Birbaşa adam ruhuna işləyir. Amma indi əfsuslar olsun ki, fikir verirsən ki, əksər qurra, hadahumullah, kameranı düz belə zilləyir qabağına, Allahu Ekber və başlayır kameranın önündə oxumağa. Bu namazda belədir. Ondan da betər, qeyri namazda, ev şəraitində kameranı zilləyib üzünə və neynir? Oxuyur. Sən Qur'anla şöhrətmi axtarırsan, Qur'anla özünü sevdirməyimi istəyirsən, Qur'anla özünü bəyəndirməyimi istəyirsən. Orada da xanımların və bayanların, qızların da serdeçkaları naporla gəlir, belə ürəklər atlanır. Hətta orada açıq deyirəm sənə, öldüm səndən, sənsiz dura bilmirəm, sənsiz yaşa. Artıq keçdi eşq məhəbbətə. Qur'an yaddan çıxdı. Yazın billah fitnə. Vallahi fitnə. Yəni əvvəl elə deyildi. Əvvəl yəni təravih təhəccüd namazından cihaz özü yazırdı və insanın üzünü biz görmürdük. İnsanın üzünü heç kim tanımırdı. O insan Məscid-i Harama daxil olardı, ümrəyə də gələrdi, həcə gələrdi. Heç kim bilməzdi ki, dünya şöhrətli olan o məşhur Qur'an səsi bu insandan, bu tilavət sahibi budur. Heç kim bilməzdi. Qəlbi də səlim, niyyəti də səlim, əməl də səlim, ixlası da səlim. Hamdülillah. Və həqiqətən bu böyük bir müsibətdir. Gənclərin Qur'andan soyunması, Qur'andan uzaqlaşması. Vallahi Qur'an ən böyük əl-fovz, qələbədir. Ən böyük zəfərdir. Ən böyük qənimətdir. Ən böyük lütufdur. Ən böyük hədiyyədir. Ən böyük neymətdir. Qur'an hər şeydir. Qur'an tövhiddir. Qur'an imandır. Qur'an hidayətdir. Qur'an İslamdır. Qur'an ixlasdır. Qur'an cənnətdir. Cəhənnəmdən qoruyan da odur. Şəfaatçı da odur. Səbəb də odur. Rahmənin kəlamıdır. Rahmənin özündəndir. Onu tanımağın yollarıdır. Qur'an getdisə nə qaldı dinimizdə? Bizim gənclərin əlində biz Qur'an görmürük. Biz məscidlərə girdik və görək ki, gənclərin hamısının əlində telefondur. Telefonda nədir? İqra oynayırlar. Məsciddə, məscid nədir? Ramazanda, Ramazan nədir? Qədir gecəsində, Qədir gecəsi nədir? 2 rəkətin arasında adam 2 rəkət qıldıq, deyir kifayətdir, elhamdülillah, Allah bərəkət versin. Oyunu davam edirik. Gör gənclərimiz nə gündədir? Gör uşaqlarımız nə gündədir? Bunlar bizi necə qutaracaqlar? Bunlar bizə necə şəfaət olacaq? Bizi də hədislərdə nə gəlib? Qiyamət günü insanlar lüt, çırpaq, üryan, Rahmənin hüzuruna həşr olunacaqlar. Yəni torpaqdan ilə çıxacaq. Üstündə heç nə yoxdur. İlk paltarı geyindirilən kim olacaq? Xəlilullah İbrahim. Xəlilullah İbrahim. İkinci paltarı geyindirilən kim olacaq? Muhammed sallallahu aleyhi ve sellem. Yadda saxladıq. Üçüncü paltarı geyindirilənlər bilsən kim olacaq peyğəmbərlərdən sonra? Quran hafizləri. Quran əhli.
Kur'an ehli çağıracaklar. Yulbesu lehu libasil kerame. Ona keramet kisvesi giydirilecektir. Keramet kisvesi bizde Azerbaycan'da yoktu demek ki. Arabistan'da var. Mescid imamların paltarını gördünüz. Gördünüz de siz orada mescid imamların paltarlar var. Burası böyle zerli, ya qara olur, ya ağ olur, ya bunni olur, ya kofi rəngində olur, ya boz olur. O paltarı Səudi Ərəbistan'da mən giyinə bilərəm, sən giyinə bilərsən, yox. Onu kimlər giyinir? Kabe'nin imamları, mesela Haram'ın, Nebevi'nin imamları. Ya da ki ulema, meşayih giyinir, ya da ki kral ve kral ailesi. Bu libasa libas el-kerame deyilir. Keramet libası. Ne mənada keramet? Yani onu görəndə insanlar yol açır, yol verir, ne bileyim polisler əhatə eləyir. Bildin necə? O paltarda bir şey var yani, bir fəxarət var. Bu hələm dünyadaki misaldır. Kıyamet günü Kur'an hafizine, Kur'an taşıyıcısına yulbes lehu kisvetil kerame, libasil kerame. Ona keramet libası verilecek. O libasil kerame onu giyinende hamı bilecek ki bu insan kıyamet günü, bu insan gayri-adi insandır. Mühteremdir, izzetlidir, hürmetlidir. Hamı ona yol verir. Hatta melekler ona yol verir. Yulbesu lehu hulletil kerame. Diğer rivayette ona hulletil kerame giydirilecek. O paltar hem karam paltarı hem de ki üstüpse nedir? Neden de güzel balam. Hulle ne demektir? Cavahirat. Paltar baştan ayağa cavahirattır. Təsəvvür sen paltarın zümrüt, yaqut, eşittin biri daşlar hayatında. Bu bahalı daşlardır. Onlar ışık saçır. Zümrüt, yaqut, almaz, brilliant, kızılla hörülmüş. Bütün paltar bundandır. Yulbesu lehu hulletil kerame. Ona kıyamet günü hulletil kerame giydirirler. Ve yuza ala ra'si tacel kerame. Onun başına da kerame tacı koyulacaktır. Kerame tacı dünyada var. Misalı. Kimlerde? Knyazlarda, krallarda, sultanlarda, padişahlarda. Onun başındaki olandan bilirsen ki sultan gelir. Destur ayağa kalk. Düzdür mü? Başındakinden bilirsen de. Ne dedi? Tacil kerame. Ve şeyde de Gerb Roma'sında da bu var idi. Onların tacları ya bütün almazdan olardı kızılın içinde ya da ki cevahiretten. Evet testi değişerdiler. Renkten rengi alardılar. Herden zümrütten bezlerdiler. Herden yakuttan bezlerdiler. O taş o insanın şəxsiyyətini bildirir ki bu kraldır. Bu şahdır. O içeri girəndə hamısı ayağa qalxardı, tamam mı? Söhbət getmir ayağa qalxmaq icazəli deyil. O söhbət gedir o başındakı taş. Kıyamet günü sahibi Kur'an, Kur'an daşıyıcısına, Kur'an okuyana, Kur'an'a bağlı olana, Kur'an'ı dostluq eləyənə, sahibi Kur'an, Kur'an hafizine ne giyindirirlər? Tacil kerame. Tac, kerame. İşığı necə olacaq? Bilsəm hədisdə gəlir ki, güneşin ışığı kimi ışıq saçacaq. Sən təsəvvürlə. O tac güneşin ışığı kimi ışıq saçacaq. Paltarı da nedir? Hulletil kerame. Bu bəs deyil. Onun valideynləri çağırılacaq. Agil Bey. Onun valideynləri çağırılacaq. Ve onun valideynlerine deyilecek ki onlara da o paltardan giyindirin. Uşağı hafız olduğuna göre. Uşağına destek olduğuna göre. Uşağın eline aparıp hafizliğe apardığına göre. Hələm o Allah xüsus ata özü onu hafız edib. Ana özü hafız edib. Özü əzbərlətdirib. Özü hafız olmasa da. Onda necə? Həmin valideynlərə, destek olan valideynlərə, onların da başına tacil vakar, vüqar tacı giyindiriləcək. Kerame ve vakar eyni mənadadır demək olar ki. Vüqar tacı giyindiriləcək. Işığı güneş kimi. O tacdan bilecekler bu həmin o sultan balanın anası atasıdır. Ondan bilecek. Bu günler bizim balalarımız bu hadisleri eşitmir. Bu günler bizim balalarımız Kur'an okumur. Ne de dinlemir. Ne de Kur'an'a lezzet almır. Ne de Kur'an'a bağlı değiller. Ümumən İslam dünyasına Allah söz bir hərb elan olub. Sosyal. Qəlblər zəhərləndirilir. Düşünceler zəhərləndirilir. Görmə və baxış və eşitmə zəhərləndirilir. Uşaqların girdiği baxdığı şeyler nedir? Gündə nə qədər çox mırt dinləyərsə, mırt baxarsa, gülərsə, qahqaha edərsə, o uşaq özünə sayılır, trend sayır.
Məhv eləyirlər bizim uşaqlarımızı. Bizim uşaqlar Qur'an bilmirlər, oxumurlar, həzz almırlar. Subhanallah. 30 il bundan qabaqki uşaqlar başqaydı. Həmin uşaqlar budur, tanış olun. Artıq başları, saçları ağarmış sizin atalarınızdır. Və sizdən nə qalacaq bizə? Biz hələ edik, bizdən nəsə qaldı indiyə. İndiki halımızdan da biz Allah'a şikayət edik, Allah bizə rəhm eləsin. Halımız bərbad. 30 il bundan qabaqki imandan bir şey qalıb. 30%, 15%. Bəs siz indi belə başlamışsınız, təməl belə qoyub, sizdən nə qalacaq? Biz qorxuruq ki, biz başımızı qoyandan sonra namazı tərk edəcəksiniz əsla. Biz qorxuruq ki, biz gedəndən sonra bizim arxamızca rəhmət duaları göndərən qalmayacaq. Allahın lütfu ilə, elhamdülillah, elə gecəm, elə gündüzüm yoxdur ki, anama, atama rəhmət oxumayım. İkisi də dünyasını dəyişib. Allah rəhm eləsin. Elə bir gecəm, elə gündüzüm yoxdur. 5 namazımda yox. Gecə və gündüz namazlarım içində mən atama, anama rəhmət oxuyuram. Və deyirəm, ya Rab, görəsən mənə də oxuyacaqlar mı? Çünki arxamda elə bir zəif bir zürriyyət bıraxıram ki, çox dəyişilib. Və ayətə qayıdaq. ثُمَّ أَوْرَثْنَا الْكِتَابَ الَّذِينَ اصْطَفَيْنَا مِنْ عِبَادِنَا. Sonra biz qullarımızdan seçib, ucaltdığımız, yüksəltdiyimiz kəslərə istafayna bu kitabı varis etdik. Bu kitab bizə mirasdır, başa düşün. Əmanətdir. Bunun qədrini bilmək lazımdır. فَمِنْهُمْ ظَالِمٌ النَّفْسِ. Bindi gəlir Ayşə anamıza, soruşur ki, ey möminlərin arısı, o zalimul nəfsi kimdir? Nəfsinə zülm eləyən. O qədər təvəzzükar idi ki, Allah ondan razı olsun. Dedi, mənim və sənin kimi. Soruşan da sahabə, soruşulan da sahabiyə. Dedi, mənim və sənin kimləri. Allahu Akbar. Hələm cəlalət sahibi, iman təqva sahibi, böyük əməllərin sahibi, dini bizə çatdıran və qoruyan bu iki alim, soruşan və soruşulan, özlərini birinci qismə aid edirlərsə, sənin və mənim kimi. Bəs biz hamısı kategoridayıq. فَمِنْهُمْ مُقْتَصِدْ وَمِنْهُمْ üçüncüsü nədir? سَابِقٌ بِالْخَيْرَاتِ بِإِذْنِ اللّٰهِ. Xeyr əməllərdə yarışan. Cənnət-i adini yədxulunəhə. Adın cənnətlərinə daxil olarlar. Yuhallawna fiha min asawir min zəhəbin və lu'lu'ə. Bahalı saat sevirsən, mən də sevirəm. Vallahi. Yalan nə danışım? İçimdə var. Niyə görə? Çünki biz cənnətdə yaratılmışıq. Allah təala deyir ki, cənnətə girəndə onların biləklərinə çox bahalı, süslənmiş, bütün süs, bütün zər, bütün cəvahirat olan bilərciklər taxılacaq. Bu bizim içimizdədir. Əslində mən saatı neyinəm? De var da, saat telefonda da var da. Niyə görə bahalı saat sevirəm mən? İnsan olaraq, fitri olaraq. Çünki saat əslində bilərzikdir. Elə deyil mi əgər? Gözəl saat, möhtəşəm saat, marka saat, halassız, xalis, gümüş rəngində parıldayan, qızıl rəngində parıldayan saat əslində bilərzikdir. Bu sevgi oradan qalıb, cənnətdən, fitrətdən. Yuhallawna fiha min asawir min zəhəb və lu'lu'a. Onlar cənnətə girəndə onlara hül libaslar geyindiriləcək və bilərziklər taxılacaq. Qızıldan, mirvaridən, Allahu Akbar. Və libasuhum fiha harir. İpək paltar giymək istəyərdin. Parıldayır, hamı baxırsan, uzaqdan görəndə göz oxşursan. Hamının içərisində seçilirsən. Cənnətdə cənnət əhlinin kişilərin paltarlarıdır. İpək burada haramdır. İpək haramdır. Amma orada ipək yendicələr. Və libasu fiha harir. Və qalu elhamdülillahiləzi əzhədə annəl həzən. Cənnətə nə deyəcəklər? Şükür olsun. Həmd olsun. O Allah'a ki bizdən hüzün, kədəri apardı. Dünya hüzündür. Dünya kərbdir, kədərdir. Ardı-varla qırışırsan, uşaqları qırışırsan, evdə davə edirsən, yola getmirsən, səni xətrə deyirlər, sən də onlara zülm edirsən, səndən üzr istəmirlər, sən də onlardan üzr istəmirlər. Evdən başını götürüb gedirsən. Hələ bu içki içməyən, narkotik tanımayan, qumar tanımayan, faiz tanımayan, narkotik tanımayan, pis yolda olmayan bədbəxt müminin halı belədir. Yəni, hüzünsüz mümkün deyil. Bura cənnət deyil, burada hüzün olmalıdır. Şeytan məhv edir o ailəni, dağıtmaq istəyir, ayırmaq istəyir o ailəni. Cənnətdə deyəcəksin ki, yaxşı ki səbir elədim. Yaxşı ki şeytana uymadım, nəfsə uymadım. Yaxşı ki uşaqlarımı yetim buraxmadım. Yaxşı ki ayrılmadım.
Oraya çatanda her şey bitti. Rahatlayacaksın diyecek. Elhamdülillahillezî ezhebe annel hazen. Hamdolsun Allah'a ki hüznü bizden apardı. Hüzün kaldı geçmişte. Hüzün, kâr, güsse, keder. Hamısı geçmişte kaldı. Elhamdülillahillezî ezhebe annel hazen. İnne rabbena legafurun şekur. Çünkü Rabbimiz gafur ve şekurdur. Şekur, kuluna ettiklerinin karşısını veren, teşekkür etmeyi seven, karşılığını mükafat veren. Allahu Ekber. Bize elediğimize göre biz kim oluruz? Aslında bize vaciptir. Yine de Allah teşekkür ederiz. Ve karşılık verir. Allahu Ekber. Gafurun ve şekur. Sıfatlarına maliktir. Elhamdülillahillezî ezhebe annel hazen inne rabbena gafurun şekur. Ellezî ahallena dârel mukâmeti min fadlih. O Allah ki buraya girmeye bize icazet verdi, izin verdi. Ahallena. Halalı verirsen gir. Halal. Ahallena dârel mukâme. Dârel mukâme el cennet. Dârel karar. Baka yeridir. Karar yeridir. Sabit yeridir. Cennette kasıpçılık yoktur. Yoksulluk yoktur. Kocalmak yoktur. Gençlik ebedidir. Tuvalete gitmeye ihtiyacı yoktur. Ne kişiye ne büyüye. Her şey mükemmeldir. Hele öyle şeyler var ki o danışılmır. Onlar hamısı halaldır, mubahtır ve en mükemmel şekildedir. İnne ashabel cennetil yevme fî şugul fâkihûn hum ve ezvâcuhum fî zilâlin alel arâiki muttekiûn. Yasin suresinin 40. ayetten tefsirine bak. Meşgullar kölgeler arasında zevceleriyle beraber nimetler meyvelerinin arasında, bulakların, çayların, badelerin arasında. Allahu Ekber. Ve onlara meskher edenler de cehennem odunda meşguldular. Allahu Ekber. Allah diyecek ki onları görmek isterdiniz diyecek, ha görmek istedik. Cennet ehline verilen həzdən biri de intikam almak için cehennem ehline gidip onlara ne oldu? Tapdınız biz dediklerimizi. Sözünü onların üzerine tepesine vurmalarıdır. O da cennet ehline verilen nimetlerdendir. Meskhere edirdiniz. Baştan xarab bizik, hicablılar, iman ehli, sapmışıq, azmışıq, gedin adam olun, bu ne yoldu diyenlersiz. Nətər deyirimiz, yaxşıdır. Çıxıb gedirsin. Bak, o da cennet ehline verilen xüsusi nimetlerdendir. Cennete iken gedib boylanacaklar, ehlini görecekler, onlara acıq verip çıkacaklar. Çünkü çok acıq verdiler. Başlarına hicabı darttılar. Saqqala göre işten qovdular. Heç dəsiz. Profesional mütəxəssisi adam oxuyub, həyatını qoyub bir dənə saqqala göre işten qovdular. Çox rəhm etmədən. Bir dənə hicaba göre. İşten qovdular. İstehza elədilər. Dinine sataşdılar. İmanına sataşdılar. Döydüler. Daha neler elədilər. Möminlər hündür yerlerde oturacaklar. Nece dünyada onlara mesxere edirdiler, hündürde oturanlar. Kıyamet günü yerler değişilecek. El-Mutaffifin suresinin sonuna bak. Onlar hündür minberlerde oturacaklar. Hündür kürsülerde oturacaklar. Kimler ki onlara dünyadayken istihza edip gülürdüler, indi onların üzerine müminler istihza edip gülecekler. Allah subhanahu teala imanda sabit etsin, dediklerimizi aleyhimize hüccet eləməsin, lehimize hüccet eləsin, hidayet versin, Kur'an ehlenlesin, bizim de balalarımızı da, bizi de balalarımızı da, ehlimizde, iyalımızda, zürriyetimizde ıslah eləsin ve cennete giden bütün yolları bize asanlaştırsın ve cehennemin odunu ve kapılarını bize haram etsin. Hâdâ ve sallallahu ve sellim ala nebine Muhammed ve ala alihi ve sahbihi ecma'in.